Bizim konstitusiyada dünya konstitusiya təcrübəsindən çox istifadə olunubdur. Amma eyni zamanda bu heç bir başqa devlətin konstitusiyasına bənzəməyən bir konstitusiyadır. Bu bizim özümüzün konstitusiyamızdır, müstəqil Azərbaycan Respublikasının konstitusiyasıdır. Mən şəxsən bu sənədin hazırlanmasına böyük məsuliyyət hissi ilə yanaşmışam. Çünki mənim 9 illik həyat yolunda olan təcrübə və keçmişdə bəzi mərhələlərdə ağır sınaqlarda olduğum dövrlərdə qarşıma duran çətinliklər hamısı məni daha da məsuliyyətli olmaq üçün formalaşdırıbdır. Haqqım var deyəm ki, çox zəhmət çəkmişəm. Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam. Onun bugün üçün, gələcək üçün nə qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm və mən bu layihənin altında çox rahatlıq hissi ilə imza atıram və bu layihəyə görə tam cavabdeh olduğumu bəyan edirəm. Hesab edirəm ki, yenə də deyirəm, biz Azərbaycanın bugünü üçün, gələcəyi üçün çox böyük hüquqi bir sənət yaratmışıq. Siyasi, hüquqi bir sənət yaratmışıq.